sonra da eski bunlar yok. Arkaya da var hadi bakalım. Şahbaz müəllim. Ahmet müəllim bugün ayın 27'sidir, 27 sentyabr. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bugün bizim burada olmağımız səbəbkarları məhz onlardır. Bugün biz çox xoşbəxtdik ki, bu kənd cəmaatı olaraq öz torpaqlarımıza qayıtmışıq. Yəqin ki, siz də mənə qatılırsınız. Hər birimiz bu dəqiqə çox duyğusalıq, çox qürurluyuq ki, torpaqlarımız alınıbdır. Həm sevinç var, həm kədər var. Sevinç odur ki, torpaqlarımızdayıq. Kədərimiz də odur ki, şəhidlərimiz var. Qarabağ müharibəsində 90-cı ildə burada 12 nəfər şəhidimiz yatır. 2-ci Qarabağ müharibəsində də Azərbaycanın minlərlə şəhidləri oldu. Allah hər birinə rəhmət eləsin, məkanları cənnət olsun. Amin. Vətənimizin bütünlüyü üçün, bayrağımızın belə dalğalanması üçün onlar öz canlarından keçiblər. Allah rəhmət eləsin. Amin. Əli müəllim. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Şəhidlər həmişə bizim üçün müqəddəs olacaq. Müqəddəs qalacaq. Həmişə ziyarətə gələcəyik. Həmişə bu günə qürurla xatırlayacağıq. Cəmi şəhidlərimizin ruhu şad olsun. Şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə də can sağlığı versin. Amin. Gəlin indi düşək saat. Baxım neçədir? 11:45. Artıq 27 sentyabr. Ümumiyyətlə ölkə səviyyəsində 12:00-da anam günüdür. Hər Bəli, zaman. Ona düşək. görə biz gəlmişik saat 12 neçə dəqiqə var? 15 dəqiqə var düşək anım günündə. 11:45. 15 dəqiqə sonra anım dəqiqəsi olacaq. Bir dəqiqə sükutla biz də burada şəhidlərimizi anacağıq. Gəlin onda düşək aşağı. Düşək. Şəhidlərimizin ruhu şad. Qanları bahasına alınmış bu torpaqlarımız firavan və ali dövlətimiz və onu müdafiə edən ordumuz və halal zəhməti ilə bu torpaqlarda quruculuq işləri görmək istəyən şəxslərimiz şad olsun və gün o gün olsun ki, şəhidlərimizin bax bu qanı bahasına alınmış torpaqlar bizlərə yurd olsun. Bizim üçün əziz, doğma və hər zaman başımızın
tacı olan şəhidlərimiz danışdıqları vətən torpağındakı bu bayraq onların o dünyada şəfaətçisi olsun inşallah. Hər dalğalandıqca uca Rəbbim onların yerin daha gözəl etsin və Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə qonşu eyləsin inşallah. Və Allah bu sözü verir və deyir ki, şəhidlərimiz o dünyada Peyğəmbərə qonşu olan şəxslərdir. Və biz də arzu edirik ki, şəhidlərimiz və dünyasını dəyişmiş, bu torpaqların azadlığını görməyən sakinlərimiz, vətəndaşlarımız da o dünyada inşallah şad olsunlar və ruhları şad olsun və qəbirləri behişt olsun və onlara agah olsun ki, biz gəlmişik və şəhidlərimizin qanının hopub xına olmuş bu daşlara sahib çıxmışıq. Və inşallah ki, bu torpaqlar bizlərin məskəni olacaq və onları elə qoruyacaq ki, dörd tərəfimizdə olan düşmənlərimiz heç bir zaman birləşsələr belə yenə artıq bizlərə məğlubiyyət yaşada bilməsin. Zəfərin mübarək olsun Azərbaycan. Allah şəhidlərinə rəhmət eləsin. Bu 27 sentyabr 2025-ci ildə Beşir keçib və biz sizi anırıq və bu videonu da çəkirik ki, gələcək nəsillərimiz bizdən sonra da, biz də dünyamızı dəyişəndən sonra da sizi ansınlar və gələcək bu günləri görməyən övladlarımız da heç olmasa bu videoları görəndə xatırlasınlar ki, Azərbaycan nə zulümlardan keçib. (11:55) 27 sentyabr şəhidlərimizin anım günündən bağlı gəlmişik kəndimizə. Daşlıbel kəndi və onun burada uyuyan mülki şəhidləri. Esselamu aleykum. Esselamu aleykum, esselamu aleykum. Ruhunuz şad olsun. Bugün torpaqlarımızın azadlığı günüdür və sizləri gəlib ziyarət eləyə biləcəyimiz, bax bugün bura gələ biləcəyimiz bu günün başlanğıcı oldu. Şəhidlərimizin hər birinizin ruhu şad olsun. Ordumuzu Rəbbimiz qorusun. Ruhunuza Fatihə və Quran inşallah oxuyacaq. Hamınızın ruhu şad olsun, qəbri nurlu olsun. Amin. Esselamu aleykum nənəm. Yerin behişt olsun nənəm. Esselamu aleykum nənəm. Nə gözəl yarpız bitib burada, bunların qoxusuna bax. Şəhidlərimizin qəbrinin üstündə bitən bu yarpızlar onların o dünyada da inşallah şəfaətçisi olsun. Peyğəmbərimiz deyirdi, nə qədər ki onların qəbrinin üstündə ot qurumur, kül qurumur, onlara sahib yazır. Ruhunuz şad olsun, yeriniz behişt olsun. Saat hal-hazırda 11:58, 2 dəqiqə var və biz bugün şəhidlərimizi 27 sentyabr 2025-ci ildə müharibədən sonraki beşik keçib anım günündə
anacağıq. Bu dağlarda, bu dərələrdə qalıb, mühasirədə yaşayıb və faşist ermənilər tərəfindən şəhid edilmiş bax bu kənd mülkü sakinlərimiz ümumilikdə 34 Başlıbel kəndinin şəhidi var. Hamısının ruhu şad olsun, mülkü, hərbi fərqi yoxdur. Yəni demək istəyirəm ki, əli silahsız insanların şəhid edildiyi günlər artıq 32 il, 33 il yerdə qalır və biz indi şəhidlərimizin, ordumuzun hesabına gəlib onları ana bilirik. Və həmin anım günü 27 sentyabr 2020-ci ildə bax bizə bu şansı yaradıb. 11:59 Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme gfir lil mü'minin ve mü'minat ve müslüman ve müslümat. Ca Muhammedin ve alihi ve bi hürmeti sureti mübareketil Fatiha. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratel müstakim. Sıratellezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddâlin. Kul huvallahu ehad, Allahu samed, lem yalid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Ruhunuz şad olsun. Saat 12:00 və gəlin şəhidlərimizi, bütün şəhidlərimizi Respublika səviyyəsində bir dəqiqə sükutla yad edək. Əli, gəl bura sən də. Gəlin bura. Gəl orada dur. 12:00. 12-dir. Allah şəhidlərimizə rəhmət eləsin. Bütün şəhidlərimizin ruhu şad olsun. Onların ruhuna El-Fatiha. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratel müstakim. Sıratellezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddâlin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad, Allahu samed, lem yalid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Ruhunuz şad olsun cəm şəhidlərimiz. Yeriniz behişt olsun. Amin. Esselamu aleyküm. Esselamu aleyküm. Esselamu aleyküm. Esselamu aleyküm Cəfərova Gülara Cəfər qızı. Esselamu aleyküm Cəfərova Gülgəz Əhməd qızı. Nənəm ruhun şad olsun. Esselamu aleyküm Əhmədova Zövqiyə Binnət qızı. Esselamu aleyküm Əhmədova Büsat Əliş qızı. Esselamu aleyküm Səmədov Yaqub İsaoğlu. Esselamu aleyküm Həsənova Çiçək Mikail qızı. Esselamu aleyküm İgid Abdullayev Vüqar İsaoğlu Sərdaplı. Esselamu aleyküm Əskərov Əhliman Əvəzoğlu. Ruhunuz hamınızın şad olsun. Esselamu aleyküm Əmraliyeva Aygün Məhəmməd qızı. Esselamu aleyküm Əmraliyev Çingiz Məhəmmədoğlu. Esselamu aleyküm Əmraliyev Surxay Məhəmmədoğlu. Esselamu aleyküm Əmraliyev Məhəmməd Abuşoğlu. Hamınızın ruhunuz şad olsun. Yeriniz behişt olsun. Bax gördüyünüz bu Əmraliyev ailəsi, bu Əmraliyevlər ailəsi burada 4'ün də bir gündə şəhid ediblər. Yəni görün, bir ailənin 4 üzvünü qırmaq nə deməkdir?
bax belə faciələri yaşamışıq və bugün 27 sentyabr 2025-ci ildə biz şəhidlərimizi anmağa gəldik. Bu günümüzə şükürlər olsun ki, alnımızdakı qara ləkə silinib və igid ordumuz sayəsində biz gəlib bu şəhidlərimizi ziyarət edə bilirik. Düz 32 il, 33 il bundan öncə bu şəhidlərimiz mülki şəxslər. Bax, bu yuxarıda çağlara sığınmışdılar və o çağlarda, oralarda, balaca çağlarda ermənilərdən 113 gün gizlənməyə çalışıblar. Müasir həyatı yaşayıblar. O 113 gündə aprel ayının 18-də hələ 18 gün torpaqlar işğal olunandan 18 gün keçib, 18 günündə aprelin 18-də ermənilər hücum edib bura kəndin bu ərazisinə və onları şəhid eləmişdi. Ondan sonraki gündə haradasa 100 günə yaxın bir gündə burada toplamda 113 gündə qalanlar vardı. 70 nəfərdən 28-29 nəfəri bəli, ölümdürü mübarizə apararaq sağ qalmağa çalışmış və onların da artıq demək olar ki, indiki dövrdə həyatını dəyişənlər çoxdur, qalanlar çox azdır, qalanlara da can sağlığı arzulayırıq. Bütün dünyasını dəyişənlərimiz, bütün şəhidlərimiz, Azərbaycanın bütün şəhidləri, Turan elinin bütün şəhidləri, ruhunuz şad olsun. Bugün təkcə biz də öz şəhidlərimizi, yəni öz deyərkən öz kəndimizin şəhidlərimizi anmırıq. Biz bütün şəhidlərimizi, İslam şəhidlərini, səhabələrimizi, Peyğəmbərimizi və Peyğəmbərimizdən sonraki bütün şəhidlərimizi anırıq. Onların hər birinin ruhuna Fatihə oxuduq. Hamd olsun. Bir dənə də Yasin surəsi oxuyub bu anım günümüzü başa çatdırırıq. Qoy o uca bayrağımız daimi dalğalansın. Bir kərə yüksələn bayraq bir daha enməz. Bax, bu onun sübutu oldu həqiqətən. Zamanında deyilmiş söz yerinə düşdü. Uca şəhidlərimiz, məqamınız yüksək, adınız uca, xətiriniz həmişə qəlbimizdə bol olsun. Yeriniz behişt olsun. Bayrağımızın üstündəki o qırmızı qan sizin qanınızdır. O qanınız heç bir zaman yerdə qalmasın və bu torpaqlarımız bizlərə məskən olsun ki, siz şad olasınız. Allah şəhidlərimizə rəhmət eləsin. Dən Yasin də oxuyaq. Dən Yasin oxuyaq. Bəli. Yasin. Və Quran-ı Hakim innəkə ləminəl mürsəlin ələ sirətən müstəqim. أنتم بربكم فاستمعون قيل ادخل الجنة قال يا ليت قومي يعلمون بما غفر لي ربي وجعلني من المكرمين وما أنزلنا على قومه من بعده من جند من السماء إن كانت إلا صيحة واحدة فإذا هم خامدون يا حسرة على العباد ما لقيهم من رسول إلا كانوا به يستهزئون ألم تروا كم أهلكنا قبلهم من القرون أنهم إليه لا يرجعون وإن كل لما جميع